Dekabrın 22-sində Konstitusiya və Suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Zəfərdən Quruculuğa Prezident İlham Əliyevin Liderlik Missiyası adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, xalqa verdiyi sözlərə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqləyən, hər bir Azərbaycanlının prezidenti olduğunu sübut edən Cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin gücünün və nüfuzunun daha da artmasına yönəlmiş ardıcıl strateji xətt üzərində qurulub. Dövlət başçısı Azərbaycanın inkişafını təmin etməklə xalqın dərin etimadını qazanıb. Milli maraqları daim prioritet hesab edən dövlət başçısının siyasəti xalqımızın birliyini daha da möhkəmləndirib. Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu dövlət, tolerantlıq nümunəsi, mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı tərəfdaş kimi tanınır. YAP sədrinin müavini mərkəzi aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın ümumilli lideri Heydər Əliyevin əbədi yaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Ulu Öndərin milli maraqlara əsaslanan uzaq görən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ümumilli liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək məqsədyönlü siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb. Tahir Budaqov bildirib ki, Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm zəfərə imza atıb. Ölkəmizin ərazi bütövlüyü və tam suverenliyinin bərpası, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətinin şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli lider, Prezident Müzəffər Ali Başkomandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcək deyə Tahir Budaqov fikirlərinə əlavə edib. Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.